İsa'nın həbs olunması zamanı şagirdlərin nöqsanları var idi. Çünki onlar qaçdılar və mübarizə aparmadılar. Həmçinin öz dövrlərində Allahın ruhunun həyatını qorumaq üçün öz həyatlarını qurban verməyə hazır deyildilər. Şagirdlərin İsa'dan müəyyən bir vəzifə aldıkları zaman, hətta gecə boyunca onu qorumaq üçün oyaq qalmağı tələb edən vacib vəzifələrdə belə dəfələrlə yuxuya getdiklərini və bu məsələdə qüsurlu davrandıqlarını görürük. Və bugün edəcəyimiz şey Luka 9-cu fəslə baxmaqdır. Birlikdə qısa bir mətn oxuyacağıq. Oxuyacağımız mətn Luka 9-cu fəslin sonunda yerləşir və adətən İsa'nı izləmənin bədəli başlığı ilə tanınır. Aydındırmı? Aydındır. Onlar yol boyu gedərkən bir nəfər İsa'ya dedi: "Sən hara getsən, sənin ardınca gedəcəyəm." İsa ona dedi: